HR-ın son sualı yenə sizin həqiqətən şirkətə maraqlı olmanızı yoxlamaq üçün bizə bir sualınız varmı? Sualdır. Yox, heç bir sualım yoxdur demək, yəni sizin ola bilməz Özümün heç bir sualınız getdiyim olmasın. müsahibələr yadıma düşür, mənə də suallar verirlər. Ola bilməz. Mən o sual verirəm. Hı hı. Yəni müsahibədə bu sualı vermişəm. Hı hı. Həqiqətən də bu adam nə qədər maraqlıdır bu vakansiya öyrənmək üçündür. Və Bir də orada həmin o üst hassiyada HR tam olaraq nə gözləyir bizdən? O maraqlıdır mənim üçün. yəni əslində bilirsiniz nədir? HR sizdən əslində orada sizin verə biləcəyiniz bütün doğru cavablar, bütün uyğun cavablar və ya da bütün uyğun cavablar doğru cavablardır. Aynen. Yəni illa bunun bu şəkildə cavab verməlisən deyə bir qaydası yoxdur. Sadəcə HR sizin məntiqinizi, sizin professionallığınızı ölçmək üçün o sualları sizə verir və siz doğru şəkildə ifadə etməlisiniz. Yəni Özünü doğru ifadə. və vakansiyanı və sizin gözləntilərinizi bütün deyim ki, siz özünüzü əgər o vakansiyaya uyğun bilirsinizsə, o uyğunluğunuzu sübut etmək üçün HR-a doğru ifadə etməlisiniz. Məsələ budur. Əslində orada verəcəyiniz bütün uyğun cavablar, bütün doğru cavablar hesab olunur.